Herkese salam uşaqlar. Sizə dediyim Karpentikdə maşın aldığım videonu çəkirəm hal-hazırda. Uşaqlar, bu günlər Karpentikdə maşın alacağıq. Öncəki videoda maşın apardıq, satdıq. 60 minə yazmışdı, 28 minə satdıq da, 28 minə yox uşaqlar. Option 22 min düşdü də. 38 minə satdıq uşaqlar maşınımızı. Onun puluyla və biraz da maşın satmışdıq. Biraz pul yığmışıq. Və ondan gedirik maşın almağa. İndi özümə maşın alacağım buradan. Yəni oyundan alacağım. Bu arada bazarınızda getməyəcəm. Uşaqlar, özümə daha kaliteli bir şeylərə baxmaq istəyirəm. Pul qalsa bir dənə 07 alıb bunu qəşəng quraşdırıb aparıb satacağım 07-ni. Uşaqlar, bundan məndə var idi. Çox qəşəng maşındır. Pul qalsa buna da baxarıq. İndi gedək daha yaxşı maşınların yanına. Məsələn, mən alacaqdım Jeep. Bir də onlara baxaq. Mən alacağım maşını sizlərə göstərim. Harada o maşın. Məsələn, uşaqlar, almaram bu maşından. Bu maşının pulunu da onsuzlar. Belə bir maşın ala bilərəm özümə. Neçədir? Qiymət uyğuncusu ala bilərik. Yox, mənim pulum buna çatmayacaq heç. Uşaqlar, pul yığıb daha yaxşı maşınlar alacaq. Mən hələ öz istədiyim maşının yanına gedək. Öncə onu alaq, sonra. Birinci onu alacaq uşaqlar. Jeep yəni. Garnwayger almaq istəyirəm. Prosto da haradaydı onu bilmirəm. Belə baxaraq. Aha, bunu deyirəm uşaqlar. Və bu. Qəşəng maşındır məncə. Mən bunu almaq istəyirəm. 980 minədir bu. Bir dənə bundan alırıq. Uşaqlar, pulcum. Uşaqlar, 980 mini. Ayda. Uşaqlar, maşını çox sevdim, amma ala bilmirik. Mənim 155 minim var. Şimdi bir dənə uyğun bir maşınlara baxmağa çalışacağıq. Bunun qiyməti uyğunsa alaq. Çox qətiyyəndir və çox iri puladır. Ya bunu alaq, ya da BMW-dən alaq. Buna pulumuz çatmayacaq. Daha baha bir şey, baha bir maşın almaq istəyirəm və baha qiymətə satmaq istəyirəm. Belə bir maşın. Vay, almamışam. Ona görə yoxlamayıq. Belə bir maşındır. Bu da BMW. Az pulunu qalacaq. Burada maşınlar var. Gəlin buna da baxaq. Burada da var. Burada Range Rover var. Görək Range Rover. Uşaqlar, Range Rover'ə çox vardır. Gəlin başdan gedək baxaq biz. Yəni ən yaxşısı gedib başdan baxmaqdır. Gəlin biz başdan baxaq. Ucuz falan maşın tapmağa görə ən başa gəlmişik. Başlayaq. Bu maşını indicə satmışıq. İstəmirəm 17 mindir qiyməti. Ford ala bilərəm. Bundan ala bilərəm. 33 də. 33'e belə bir maşın var. 33 minədir bu. Bu neçədir? Bir dənə bu qiymətlə bax. Bu məndə var, uşaqlar almışıq bu maşını deyil. Gəlin bir dənə bu maşını alaq. Ford neçədir görək. Ya Ford alaq, ya bunu alaq. Hansı da uyğuncusunu alacaq. Ford alaq uşaqlar. Bir dənə belə bir Ford alırıq. Görək Ford alandan sonra nə qədər bir pulumuz qalacaq. Hələ 124.228 manat hələ pulumuz var. Alaq. Sonra bunları bəzəmə videosu da bir gələcək. Uzun videolar istəyirəm olsun Karpentikdə. Sonra bir maşın aldıq. 124 minimiz qalıbdı hələ. 07-də istəyirəm alım. Prosto qalmışam yəni belə alım ya belə deyirəm. Pulumuzun təbii hamısı xərcləməyəcəyik. 1000
qalacaq. O pulla da gedəcəyik, maşını bəzətdirəcəyik də ona görə. Bir də belə bir BMW ala bilərəm əslində. BMW'm də yoxdur mənim. Belə bir BMW də var, üstü açıq BMW-dir, 105 minədir bu. Nə qədər pulumuz qalacaq? 23 minimiz qalacaq da, 24 minimiz qalacaq. 19 min inşallah. Bunu alsaq 19 minimiz qalacaq. Neyse qalsın, alayıq. Ha, bu BMW ala bilərik. Məsələn, bu mənim çox xoşuma gəlir. 109 mindir bu da. Elə bil ki 110 mində deyək. Buradan qalacaq. Harbi məsələ 15 minimiz qalacaq uşaqlar, 15 cəmi. Yəni görən 07 eləyirsə 15 min, bir dənə 07 ala bildiysə o da var, 07-ni də alaq, vəssalam. Onu da alaq, 07-ni də alaq, görən 07-ni qiymətini gəlmə baxaq. 19 min olmalı da. 19 mindir 07-nin qiyməti. Greçiyədir. Uşaqlara BMW puluyuq alarıq. BMW-nin 90 neçə mindir. Maşın alaq, bəziyək bir dənə. Dəngəşəyə maşın alaq, bəziyək. Sonra aldığım Ford'u satacağım. O yerə gedib bunu alacağım. Bunun qiymətinə verəcəm. Gedib alarıq. Alacağım onu. İndi bir dənə alaq mı bundan? BMW'nin görünüşü də qəşəngdir. Alarıq, satarıq. Siz cansını alın. Hər neyse uşaqlar, gəlin bir dənə bundan alaq. Bir dənə də bundan aldıq. 103 minimiz qaldı. Yəni 1000 manat oradan çıxırıq. 102 min. 102 min 228 pulumuz qalır. İşte gedir indi yaxşı bir dənə 103 minə. Uşaqlar bir dəqiqə BMW-ni ala bilirik axı. 07'ni ala bilmirik də BMW-ni alaq onu da. Yəni o maşını da alırıqsa, BMW-ni də alırıqsa qəşəngdir. Aldıq onu BMW-yə görə BMW-miz çox getdi. Ha, bir də BMW-miz. BMW 109 mindir də, 109'a baxmışdıq da buna, 109 idi də bunda. 109 ayrı çox getdi. 109 min olmalıdır, səhv eləmirəmsə. Hə, uşaqlar bizim də 103 minimiz var. Başqa maşınlara baxaq, problem deyil. Sonra Mercedes'in elə bir modelini istəmirəm. Amma bunu ala bilərik, elə bir. Bunu da baha qiymətə satarıq deyəcəkdim, olmadı. Hiç ala bilmirik, 103 minə, 102 minə də ala bilsək alardım adımdan. Ayda bu qəpin önemli. Mesela bu Niva yaxşı lazımdır. Hər ki uşaqlar Niva var görəndə də alardık Niva. Burada bu çox pahalı maşındır. Yoxdur, sanmıyorum çox pahalıdır. Ama bu BMW içədir, bu BMW'ye də baxaq. BMW'de olsa yaxşı olar, amma bu ondan da baxaq. Çox pahalıdır uşaqlar BMW'lər. Altdan artıq. Bu maşına baxaq yaxşı. Buna baxaq. Uşaqlar bu arada kim bana oyunda pul atmaq istəyirsə ata bilər. İdimi qoyarım. Bu arada pulsuz çıkmazsa maşın vereceğim. Yarışma olacak. Bu BMW. Alıp rengini değiştireriz. Hiç olmaz. Ayda orada çok pahalı. Bu zipten bunu nasıl isteyeceğim ben? Tersif ile diyelim alabilmedik bunu. Yok inşallah bunu hiç istemiyorum. O sonra bahadır. Ciddi inşallah başlayayım. Buna çok pahalılara gelir. 100 milyonda orada maşın yok. Ben yalandan oraya bakıyorum. Eve gelin alım orada.
Ya 17'ni götüreydim de burada. Əziyyəli də maşınları heç nə olmaz. 5 adadı maşınımız var. Geriye birinde olur. Değil uşaqlar, nömrə yazmışdım. Üstündədir bu. Baxarıq gələ üstündədir maşın. Nömrə üstündə olmalıdır. Ford aldık da biz. Almışıq. Sonra bu maşını neçə verirlər? Bu ucuz hesabında var. Bəzətdirərik. 39 nə bilə neçədir? 37 mənə. Gəlin ikisini də alaq maşınlara. Bəzi yer heç nə olmaz. Buna baxaq. Bunlara da baxaq uşaqlar. Bu sarıya da baxaq gerək. Qiymətə uyğunsa bunu da alar. O mənim çox xoşuma gəldi. 43 mənə də bu sarıdır. Hansını indi alaq. Gəlin öncədən mən bu maşını. Bu getdi. Bunu aldıq. Sonra sarını alaq olsa yaşılı. Sarını mı alaq, yaşlı mı alaq? Yaşlı belədir. Tamam, o maşınlardan birini alacaq. Ya yaşlı ya sarı. Siz də yazarsınız. Gələn videoda bu maşın, hansı maşınları alın. Siz yazarsınız. Sizin şərhlərə uyğun alacağım maşınları. Hər neyse, gəlin bu sarının birində alaq da. Bəzətdirməyə pul qalmayacaq. 43 min qalıb. 43.228 maddə alacaq. Ona görə məcburən bunu alırıq. Yaşlı. Yaşlı gərək düzdürmü? Bəli, yaşlı alırıq uşaqlar. Və yaşlı olduq. Burada da mesela büyük 7 tane maşınımız oldu bu arada. Uşaqlar maşınlarımızı aldık. Sizcə necə maşınlar aldık? Gəlin qalerimdə bunlar var. Baxın bu oyun veribdi mənə. Bunları hamısına plaka çıxardacağım. Aha uşaqlar baxın plaka yaratmışam buna. Bu Türk plakasıdır. Sonra belə bir maşınım oldu. Üçüncü maşınımız Lexus'dur. Dördüncü maşınımız belə bir Ford'dur. Bunu da geçen hamısına bənzəyəcək. Bu Ford'u satacağım ama qəşəng qiymətə satacağım Ford'u. Diğerini alacaq Ford'un yerine ya da takas eləyərəm orada. Beşinci maşınımıza keçirik uşaqlar. Beşinci maşınımıza keçirik. Bunda brend eləmişik. Hələ bunda tək diskin falan değişəcək. Altıncı maşınımıza keçirik. Bu maşın. Yedinci maşınımızdakı belə bir maşındır. Yedinci də budur. Uşaqlar sizcə necə maşınlardır? Uşaqlar sevgiyə abone olup like atmayı unutmayın. Kardeşlik videoları çok gələcək. Sağ olun. Gələn videoda, yani maşın bəzəlmə videosunda görüşərik.